İnşallah bundan da gözəli sizə qismət olsun dəyərli izləyicilər. Hər birinizi salamlayıram. Ümid edirəm hər biriniz yaxşısınız. Dostlar, Mərdəkandayam. Mərdəkanda Qoşaqala restoranından üzbəüz məhəllədə belə bir gözəl şəxsi tikili çıxıb satacağım. Mən də gəldim çəkim sizə təqdim edim. Ümid edirəm baxarsınız, bəyənərsiniz və fikir bildirərsiniz. Sizin fikirləriniz bizim üçün çox önəmlidir. Deməli, əsas yoldan maksimum 500-600 metr məsafədə yerləşir. 16 sot torpaq sahəsində 350 kvadrat yaşayış sahəsi olan 6 otaqlı yeni bağ evidir. Heç yaşayış olmayıb bu bağ evində. Qısa məlumat verəcəm. Hər hansısa sualınız yaranarsa, sanılan vaxtı 050 755 95 97 nömrəsindən əlaqə saxlaya bilərsiniz. Mən sizə daha ətraflı məlumat verirəm. Dostlar, yolu qapıya kimi asfaltlı, su, qaz, işıq daimidir. Sənədləri qaydasındadır. İpoteki yararlı bir bağ evidir. Qiymətini də əvvəlcədən vurğulayım. Qiyməti 1.400.000 manat. İnşallah real müştəriyə endirim olacaq. Bizim səhifədən gələnlərsə xüsusi bir endirim var. Bura məhəlləsidir. Dostlar, belə bir giriş darvaza. Təbii ki, qaraja giriş çöldəndir. Burada xidmətçi axran otağı var. Girişdən evin görünüşü belə görsənir dostlar. Girişdən sağ tərəfdə qaraj və axran evi qalır. Təbii ki, darvazadır, qaraj qapısıdır. Bunlar pultlandır, deməyə ehtiyac yoxdur. Belə bir geniş ərazidir. Girişdən sağda, solda dekorativ ağaclar, yaşıllıq zolağı, hətta evin sağında da, solunda da, evin arxasında da geniş bir ərazi qalır. Maşallah olsun, ev böyükdür. Çalışacağım qısa məlumat vereyim. Deməli dostlar, burada mətbəxi, üzr istəyirəm, manqalı. Burası yayqış mətbəxidir. Yayqış mətbəxi ilə tanış olacaq. Yayqış mətbəxinin addelli kombisi giriş çöldəndir. Böyük bir filtrli hovuz. Ən azından 15 metrin 6 metrəyə var. Ev çox möhtəşəm görsənir, maşallah olsun. Tikinti zamanı yüksək keyfiyyətli materiallardan istifadə olunur. İnşallah gələndə görərsiniz ki, sözümüzdə yalan yoxdur. Özü üçün ideal bağ evi axtaranlar, geniş ərazidə bağ evi axtaranlar buyursun. Sağ, solla hamısı böyük bağ evi villalardır. Bu ərazidə 4 fəsil yaşamaq da olar. Bağ evi kimi istifadə etmək də olar. Gecə görüntüsü də möhtəşəmdir. Gündüz görüntüsü də dostlar. Bura yayqış mətbəxidir. Yeri sipoldur, çervogranitdir. Göründüyü kimi daxilində özünün mətbəxi var. Yəni, mətbəxi də çöldən addelli girişi var. İnanın ki, bu bağçanın 1.400.000 manat çox əla qiymətdir. Endirimi də nəzərə alsaq, ideal bir variantdır dostlar. Gəlin, evin sağın solun tozanaq, sonra evə keçid eləyərik. Dostlar, burada evin sağıdır, soludur, yəni pəncərələr həyətə açılır və bunun sonunda geniş bir ərazi var. Divara birləşik deyil, ən azı 3-4 metr məsafə var. Evlə zavod arasında. Təhlükəsiz sistemi, kameralarda, mühafizə qoşulmada hamısı var. Bir də vurdum, yaşayış üçün hər cür şərait yaradılır. Evin tam olaraq yanların dövr etdik. Burada böyük bir terası. Gəlin, həyətlə terasdan tanış olaq. Bu da bizim həyətin görünüşü. Həqiqətən də çox möhtəşəmdir. Bir də vurğulayım, Mərdəkanda yeni Qoşaqala restoranından bura məsafə maksimum 400 metr olar. Bəlkə də az, bəlkə də biraz çox olar, amma düşünmürəm çox olsun. Ya Allah, evə daxil olduq. Hol hissəsidir dostlar. Yəni, görülən işlərə söz ola bilməz. Hündür tavanlı, səliqəli, orada belə bir qaryor yığılıb. Girişdən sol tərəfdə isə qonaq otağı yerləşir. Qonaq otağı da yetərincə genişdir və böyükdür. Deməli, bura qonaq otağıdır dostlar. Qonaq otağı, mətbəx kermogranitdir. Ümumiyyətlə birinci mərtəbə kermogranitdir, yataq otağından başqa. Tam olaraq istipoldur. Birinci mərtəbədə, ikinci mərtəbədə yataq otaqları isə bahalı laminatdır. Girişdən sağ tərəfdə isə mətbəxdir. Mətbəx möbeli yığılıb.
Böyük yüksək pəncərələrdir, həyət açılır. Hündür tavanlıdır, səliqəlidir, rəng seçimləri əladır. Qapılar xüsusi yığılma qapılardır, yəni satışda olan qapılardan deyil. Gəlin əsas birinci mərtəbənin hamam otağı sanitar qovşağından tanış olaq. Bura birinci mərtəbəyə ayrılan hamam otağı sanitar qovşaqdır. Bura belə bir press otaqdır. Paltaryon falan qoymaq üçün, ütü otağı etmək üçün. Birinci mərtəbədə bir yataq otağı var. Yataq otağın yeri, yataq vuruladım. Çox bahalı laminatdır. İkinci mərtəbə ilə tanış edəcəm siz dostlar. İkinci mərtəbədə ümumilikdə 4 yataq otağı yerləşir. Hər yataq otağın özünə aid sanitar qovşağı var və qarcıq otaqları da var. İkinci mərtəbənin biləşəni mərmərdir. Biləşən qəfəsi alüminiumdur. Üzəri taxtadır təbii ki. Bura ikinci mərtəbənin holu. Gəlin buradan başlayalım dostlar. İkinci mərtəbədə birinci yataq otağı. Yataq otaqları yetərincə genişdir və rahatdır. Yəni, yataq otağın daxilində özünün hamam otağı sanitar qovşaq var. Vuruladım, bütün yataq otaqlarında sanitar qovşaq var. Bura ikinci yataq otağı dostlar. Bu yataq otağın daxilində özünün geniş bir qarcıq otağı. Çox genişdir burada qarcıq otağı. Özünün hamam otağı. Hamamında təbii ki, vanna falan görürsünüz. Çox yüksək səviyyədə. Və bunun balkona çıxışı var. Bu yataq otağın balkona çıxışı var. Balkondan da ərazini görmüş oldunuz. Hamısı paralel villalardır. Ərazi olaraq çox elit bir ərazidir bura. Bilənlər bilir, tərifləməyə ehtiyac yoxdur. İkinci mərtəbədə üçüncü yataq otağıdır. Yenisi ilə bu yataq otağı da yetərincə genişdir və daxilində özünün hamam otağı və sanitar qovşağı var. Maşallah ev böyük olduğu için video biraz uzun olmuş. Çalıştığım qədər qısa məlumat verirəm. Üzrlü səhsiz dostlar, bəlkə də sizi yormuş oldum. Burada sonuncu yataq otağıdır. Bu yataq otağında enisi ilə balkona çıxışı var. Gəlin balkonu təqdim edeyim. İki yataq otağının balkona çıxışı var. Ərazini də görürsünüz. Sanki xaricdəsən. Çox möhtəşəmdir. Ərazi olaraq çox möhtəşəm bir ərazidir dostlar. Aha, bu yataq otağında özünün daxilində hamam otağı sanitar qovşağı var. Deməli, Mərdəkəndə Yeni Qoşaqalar restoranın yaxınlığında 16 sot torpaq sahəsində 350 kvadrat 6 otaqlı super təmirli şəxsi yeni bağ evi 1.400.000 manata satışa təklif olunur. Diqqətiniz üçün təşəkkür edirəm, bizi izləməkdə qalın.